Həftənin hadisəsi Ukrayna prezidentinin Azərbaycana səfəri oldu. Ziyarəti sürpriz adlandırmaq olardı. Çünki Volodimir Zelenskinin gəlişi əvvəlcədən anons edilməmişdi. Zelenski ilk dəfə ölkəmizə 2019-cu ildə səfər etmişdi. O vaxt Ukrayna ancaq Krımı itirmişdi. Onun prezidentliyi dövründə isə Ukrayna Rusiyanın daha böyük təcavüzü ilə qarşılaşdı. Volodimir Zelenskinin Azərbaycana bu dəfəki gəlişi ölkəsinin ən ağır dövrünə təsadüf etdi. Müzakirə edilməli məsələlər çox idi. Bu dəfə Azərbaycan prezidenti İlham Əliyev həmkarını Bakıda yox, Qəbələdə qarşıladı. Liderlər təkbətək və geniş tərkibdə görüşlər keçirdilər. Azərbaycan və Ukrayna prezidentlərini müxtəlif beynəlxalq tədbirlərdə tez-tez yanaşı görmək olar. Hər görüşdə Ukrayna Azərbaycana minnətdarlığını bildirir. 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu başlayandan Bakı, Kiyevə siyasi və humanitar dəstək göstərib. Ukrayna xalqı bunu unutmur. Bu minnətdarlıq Zelenskinin Qəbələyə səfərində də səsləndi. İki ölkənin bir-birinə etimadı əməkdaşlıq imkanlarını daha da genişləndirir. Bu əməkdaşlıq iqtisadi və hərbi sahələri də əhatə edir. Məlumdur ki, Ukrayna müharibə dövründə hərbi sahədə böyük təcrübə toplayıb. İndi bu sahədə də əməkdaşlıq nəzərdə tutulur. Səfər zamanı iki tərəfli əməkdaşlıqdan tutmuş, Rusiya ilə sülh səylərinə qədər hər şeydən danışıldı. Dünya da məhz bu səfərdən danışırdı.